Deməli, mən bugün işləməmişəm. Mən bugün işləməmişəm. Nəticədə necə olur? Я не работала. Aysə, nəyi unutdum burada? Bir dənə söz. Bugün sözünü. Bugün я сегодня не работала. Super, bravo. Я сегодня не работал. Gördün mü? Bir bildin cümləmdə feildi. Birinci bu. Super, bu məlumatı bildim. İkinci sualım hansı zamandadır? İşləməmişəm, keçmiş zamandadır. Söhbət kimdən gedir? Məndən gedir. Deməli, qadın olaraq mən keçmiş zamanda la şəkilçisi istifadə etməliyəm. L edə bilmərəm kişilərə aiddir. Li edə bilmərəm cəmə aiddir. Onun da heç biri mənə aid deyil. Düzdürmü? Aha, bunu bildin mi? Всё. Deməli, cümləm 90% düz olacaq. Я сегодня не работала. Mən bugün işləməmişəm. Yəni, bilməli olduğun, lazım sənə olduğun məlumat buymuş. Başqa da heç nə. Düzdürmü? Bəs yaxşı, eləcə də mən deyim ki, mən bugün bütün günü işləmişəm. Gəl yenə məşq edək. Burada hansı sözü bilmirsən? Mən bugün bütün günü işləmişəm. Bilirəm. Bütün günü nədir? Весь день. Умница. Все, давай, весь день. Я сегодня весь день работать. Nəyi gətirməlisən? Bayaqdan dediyim cümlə. Keçmiş zaman, hansı şəkilçi? Работала. Умница. Dəzdən bir dedi, səhvini düzəlt. Я сегодня весь день работала. Работала. Super, bəli. Mən bugün işləməmişəm. Necə olacaq? Ben bugün işlememişim. Я сегодня не работала. Super, отлично. Gördün mü? Yəni 5 dəqiqəyə bir 7 dənə cümlə özün qurdun. Düzdür? Sadəcə istiqaməti, yönünü bilərik. Başqa da səndən heç nə tələb olunmur.